sevgilisi için fast food restoranlarında yediği yeməkləri evdə hazırlayır. Məsələn, KFC toyuğu, Burger King və s. Amma bütün bunları ev şəraitində hazırlayır və əslində görünüş olaraq heç restorandan geri qalmır. İlk baxışdan adi kontent kimi gəlir. Amma burada əsas iki şey var. Birincisi, insanlar başqalarının münasibətini izləməyi çox sevirlər. İkincisi isə insanlar böyük brendləri tanıyır və onlarla emosional bağ qurur. Çünki Burger King, KFC və s. kimi restoranlar insanların həyatından bir hissədir. Hamı orada nə zamansa yemək yeyib, hansısa xatirələri var və bu görüntülər tanışlıq hissi yaradır. Nəticədə isə insanlar sadəcə resepti izləmir. Həm şirin bir cütlüyü izləyirlər, həm də özlərinə tanış bir hissə ilə bağ qururlar. Burada bir viral detal var ki, mən də tələbələrimlə bunu tez-tez paylaşıram. Qız hər videonun sonunda sevgilisinin reaksiyasını paylaşır və məhz buna görə videoları sona qədər izlənir. Üstəlik finalda emosional bir hissə olduğu üçün də insanlar videonu yenidən izləyir. Bu isə baxışları çox güclü şəkildə artırır. Əgər sən də nə çəkəcəyini bilmirsənsə, amma sosial şəbəkəni pula çevirib buradan pul qazanmaq istəyirsənsə, sahəndən asılı olmayaraq mayda keçirəcəyim böyük SMM təlimdə səni gözləyirəm. Qeydiyyat üçün mən direktə yaz.